Həyatda yaşayarkən belə deyən insanları araq, çaxır süfrələrində çox görərsiniz. Mən sənin üçün özümü öldürərəm. Sən mənim ən sadiq dostumsan. Dostlar belə olmalıdır, dostlar elə olmalıdır. İstəkan və süfrə, mənfəət və pul ətrafında, hər hansı bir xeyr ətrafında bir-birlərinə hörmətlə yanaşanları əgər tanımaq istəyirsinizsə, ikisindən biri dünyasını dəyişəndə onların halına bax. Hətta onların qəbrinin üstə bir dəfə olsun belə getməyiblər. Onları ən sürətli şəkildə unudub, sonra daha başqaları ilə əylənmək üçün və yaxud da mənfəətindən istifadə etmək üçün başqalarını axtarmışdılar. Çalışın ahirətdə sizi lənətləyən, ahirətdə sizdən üz çevirən, əlinizdən tutub şəfaət verib cənnətə aparmağa vəsilə olmayan insanları bu dünyada gec olmadan həyatınızdan çıxardın. Əl-əxilləu yevməizin ba'duhum li ba'din aduvun illəl muttaqin. Ahirət günü dostlar bir-birləri ilə düşmən olacaq. Sadəcə Allahdan qorxaraq bir araya gələn dostlar istisna.